Salam, hər vaxtınız xeyir. Bugün sizlə 14 iyunda magistratura imtahanında istifadə olunmuş sualların izahına baxacağıq. Suallar deməli başlayaq birinci sualımızdan. Deyir A adlı şəxs adlı şəxsə naməlum bir telefon zəngi alır. Zəng edən şəxs özünü bank işçisi kimi təqdim edərək A-nın hesabından şübhəli əməliyyatlar aşkar edildiyini bildirir. A adlı şəxsdən kart məlumatlarının bildirilməsi istənilir. Bu hansı hücum növüdür? Bu aydın məsələdir ki, phishingin növü olan vishing texnologiyasıdır. Yəni, insanları zəng edərək saxta ssenarilər vasitəsilə aldadır. Telefon zəngi vasitəsilə məlumatların ələ keçirilməsi nəzərdə tutulmuş texnologiya. Düzgün cavab vishingdir. Burada ransomware, belə deyək də, fidya proqramıdır. Məlumatımızı oğurlayır, qarşılığında pul istəyir. Rootkit əməliyyat sistemlərinin sistem fayllarına sızır. Spearfishing seçilmiş şəxslərə belə deyək də elektron post göndərir. O bilirdi ki, elektron postu o şəxslərə göndərsə, onlar ona cavab verəcək də, o şəkildə göndərir, məlumatları alırdı. Phishing isə burada düzgün cavabımızdır. Yəni telefon zəngi vasitəsilə məlumatlarımızın ələ keçirilməsi texnologiyası. Deyir Slides lent qrupu hansı lent tabına məxsusdur? Biz öyrənmişik ki, PowerPoint-da Slides 2 qrupda var. Slides qrupu. Deməli, əgər tərkibi çoxdursa, slide qrupu home-dadır. Tərkibi azdırsa, əgər insert-dədir. Diqqət eləsəz, bu insert-da olandır. Tərkibi azdır. Deməli, burada düzgün cavab belə D variantıdır. Üçüncü sualımıza əgər baxası olsaq, gəlin görək 3 dənə deyir. Deyir, fayl adı kimi istifadə etmək olmaz. Bax, belə bir sual. Qalanı var orada, yox. Bir dənə bunu kəsək götürək. Fayl adı kimi görək niyə işlədə bilirik və yaxud da niyə işlədə bilmirik bunlar. Deməli, bunlar Windows 11 əməliyyat sistemində istifadə olunduğuna görə müəyyən simvollar yığını var ki, o fayl adı kimi istifadə oluna bilməz. Birinci işarələri yazım ki, sual işarəsidir, ulduz işarəsidir, xəttin üç alıdır, sağa sola düzünə. Dırnaq işarəsidir. Bu arada tək dırnaq işarəsi olar, ha, cüt dırnaq işarəsi də olmayan. İki nöqtədir. Kiçikdir, böyük işarəsidir. LPT 1-dən LPT 9-a fayl adı kimi olmaz. COM 1-dən COM 9-a fayl adı kimi olmaz. AUX'dur, fayl adı kimi olmaz. Null'dur, birlə ilə fayl adı kimi olmaz. Pırındır, olmaz. Krondur, olmaz. Məsələ budur. Və bu fayl adları, bax, LPT sözü tək yazılarsa olar. Amma LPT 1-dən 9-a yanına, yəni LPT sözünün yanına 1-dən 9-a rəqəm yazılarsa olmaz. Chrome da eyni qaydada. Out sözü tək yazılsa olmaz. Null sözü tək yazısı olmaz. Pırın sözü tək yazısı olmaz. John sözü tək yazısı olmaz. John'un yanına məsələn amma başqa bir şey yazsan olar. Və bunlar failin ad hissəsində olmaz. Genişlənmə hissəsində olar. Yəni ikinci hissəsində olar. Deməli birinci olar da o sleşə görə istifadə etmək olmaz dediyinə görə birinci olar, amma ikinci olmaz AUX sözünə görə. Üçüncü bax LPT sözü tək olar. Yanına birdən 9-a nəsə yazsan olmaz. Deməli bu olar. Nun sözü tək olmaz. Dördüncü. Pırın sözü tək olmaz. Beşinci. Kon 0 fayl adı kimi olar. Amma üzr istəyirəm. Kon sözü tək fayl adı kimi olmaz, amma yanına nəsə yazsan bir növ olar. Bu yəni bu da olar. Aux Cron ikisi bir yerdə yazılsa olar. Tək-tək yazılsa olmaz. John sözü bax olmaz. 2, 4, 5, 8-dir düzgün cavabımız. Deməli sualımızın cavabı A variantı. Dördüncü sual deyir, elektron cədvəldə fikir versək görək nə istəyir bizdən. Elektron cədvəldə B4-D7 diapazonuna daxil olan sətirlərin sayı ilə S2-Y9 diapazonuna daxil olan sütunların sayının cəmini tapın.
Deməli, sətr deyəndə ümumiyyətlə bizdə rəqəmlər idi, sütun deyəndə hərflər idi də. Bax, burada diapazona daxil olan sətirlər hansıdır desə, sətr deyəndə 7-dən çıxarsınız 4-ü, 3, özünüzdən üstünə bir gələrsiz 4. Düzdür? Bax, bu bizim sətirdir. Amma C2, Y9-da isə sütunların sayını istəyir. C, D, Y. 3 dənə də burada sütunumuz var. Deməli, 3 ilə 4 bir yerdə 7 dənə burada sətr sütun var ümumilikdə. Xanad istəsə bir-birinə vururdun da onları. Beşinci sualımız. Görək nə istəyir. Deyir ki, bax, fikir ver. 2, 4, 6, 100 cəminin 2-dən 101-ə qədər cüt ədədlərin hesablanması üçün biz bax bura nə yazmalıyıq? 2-dən 101-ə qədər deyirsə 101 daxil deyil də. Onda nədir? 100 yazmalıyıq mütləq şəkildə. 101 daxil deyil bu məsələdə. Deməli, indi biz baxası olsaq buna, enimiz 2-dir. Cüt ədədlərin hesablanması 101-ə qədər olarsa, aydın məsələdir ki, bu da B variantı olacaq. Asan sualdır. Yəni, çox çətin, qeyri-adi sual deyil, çox rahat sualdır. 101-ə qədər dediyinə görə biz 100 də daxil olduğuna görə bu bərabərlikdə ilə B variantıdır. Amma C variantı məsələn götürsək 101, 102-nin özünü də götürür. Amma bizdə nə deyir? 100 dediyinə görə, 101-ə qədər dediyinə görə heç 102 ilə işimiz yoxdur. Bunlar da heç ödəmir, yarımçıq. Sonuncu 100-ü götürmür. Y variantı da yenə 100-ü götürmür. Qalır bir dənə B variantı. Bu getdi belə. Alqoritmin blok sxemlə təsvirindən istifadə olunan aşağıdakı blok nəyi bildirir? Gəlin bir dənə onu göstərdim sizə. Belə deyək də, alqoritmlə bağlı. Alqoritmin bu blok sxemlə təsvir üsulunda bax bu gördüyümüz başlanğıc blokdur. Və yaxud son, yəni həm başlanğıcı həm sonu göstərir. Bu gördüyümüz düzbucaqlı demişdim ki, hesab blokudur. Çünki hesablamada həmişə konkret düz olur da hər şey. Bu getdi belə. Sonra bir də daxil etmə bloku var. Bu verilənlərimizi kompüterə daxil edən blokdur. Yəni bu gördüyümüz belə deyək də paraleloqram. Bu şərt blokudur və yaxud məntiqi və yaxud seçmə blokdur. Bu modifikasiyalı blokdur, altı bucaqlı və yaxud dövrü blok. Çap etmə bloku, alt alqoritm və yaxud alt proqram bloku. Quruluşlar bu formadadır. İndi bu sualımızın düzgün cavabına biz baxası olsaq əgər, deyir bu ifadə nəyi göstərir? Başlanğıcı sonu göstərən o deyil, oval şəkilli idi. Hesablamanın istiqamətini seçən şərt bloku idi. Bu verilənlərin daxil edilməsini həyata keçirir. Çap bloku da deyil, əməliyyat yerinə yetirən də düzbucaqlıdır. Düzgün cavabımız burada nədir? C variantı. 7-ci sual deyir, uyğunluğu müəyyən edin. Kompüterlər arasında informasiya mübadiləsinin idarə olunmasını nizamlayan qaydalar toplusu. Qayda sözü var idisə, deyirdik nə idi bu? Protokoldur. Müxtəlif açıq sistemlərdə fəaliyyət göstərən tədbirli proseslərin qarşılıqlı əlaqəsinin modeli. Dim öz kitabında elə bunu bu qaydada yazıb. Bu OSI modelidir. 7 səviyyəsi var idi. 2-yə gəldi B. Şəbəkədə kompüterlərin fiziki yerləşməsi və onların rabitə xətti ilə birləşmək üsulu isə bizim aydın məsələdir ki, topologiyadır. Kompüterlər bir-birinə necə qoşuluqdur. Burada da ratifikasiya uyğunluq deməkdir. Marşrutlaşdırıcı müxtəlif protokol, müxtəlif topologiyalı kompüter şəbəkələrini əlaqələndirir. 1-ə Y, 2-yə B, 3-ə A. Deməli, düzgün cavab burada Y variantıdır. Bu 8-ci sual aydın məsələ idi ki, bu imtahana düşəcək də. Çünki nə vaxtı bu sual tipi imtahanda istifadə olunmur. Elə tələbələrə demişdim ki, bu düşəcək imtahanı. Çox güman ki, elə düşdü də. Deməli, belə bir sorğu verib. Deyir, universitet, məktəb, kollec sorğusu neçə min səhifə tapır. Əslində, bu yazdığım məsələnin Venn-Eyler diaqramında konkret həlli var. Amma bu rahat yadda qalsın deyə adətən magistrlara bunun bu forması düşür. Bir dənə olanları, bax, fikir verirsinizmi? Bax, məktəb bir dənədir, universitet bir dənədir, kollec bir dənədir. Onları bir toplayaq. 22 üstə gələk 30, üstə gələk 38. Bərabərdir. Məktəb kollec, universitet, məktəb, bir də bu üç dənə. Bunları da bir toplayaq. Deməli, məktəb kollec neçədir? 20-dir. Düzdür? Yazdıq bura. O birisi universitet kollec 16-dır. Üstə gəlinsin. Universitet məktəb neçədir? Bəs 0-dır. Düzdür? Burayı da yazdıq. İndi deyir ki, bir də bu. Bunun özünün ikisi üstə gəlir. 22, 30 eləyəcək neçə?
52. 52 ilə də 38-in cəmi neçə eləyəcək? Deməli, 90 eləyəcək. 90. Deməli, 90 bərabərdir 36-ya. 36 plus 2 isə 90-dan da 36 çıxası olsaq əgər biz, deməli, 90-dan 36 çıxası olsaq, ondan 6 çıxsaq 4. 8-dən 3 çıxsaq neçə eləyəcək? 5. 54. Düzgün cavab C variantı. Yəni, bu sualda çətin sual deyil. Çox rahat və yadda qalan sual idi. Bu 9-cu sualımıza baxası olsaq biz. Deməli, deyir ədədlər üçün hansı münasibət doğrudur? Həmişə biz say sistemlərində öyrənmişik ki, nəyisə müqayisə eləyəndə mütləq şəkildə eyni say sisteminə gətirmək lazım. Yəni, biz də onluğu bilirik də, bunun hamısını onluğa gətirmək lazımdır. Bu ifadə, bax, 5 dənə 1. Bunu onluğa gətirəsi olsaq, üstünü nömrələyərik. 0, 1, 2, 3, 4, düzdürmü? Yəni, bu belə yazılır da, 16 üstə gəlinsin 8, üstə gəlinsin neçə? 4, üstə gəlinsin 2, 1 vuraq ki, üstə 1, üstə gəlinsin 1 vuraq ki, 0, o da 1. 16, 8, 4, 2, 1. 16 ilə 8 eləyəcək 24, 28, 3 də orada neçə eləyəcək? 31. Düzdür, 24, 28, 3 də orada 31. Yazdık mı bu qaydada? 2C 16. Bax 0, 1. 2 vurulsun 16 üstündə 1. Üstə gəlirsin 10A, 11B, 12C. 12 vurulsun 16 üstündə 0. Yəni 32 üstə gəlsin. 16, 0, 1-dir. 12 də 1-ə vuranda 12. Eləyəcək 44. Deməli bizim A-mız neçə olubdur? A-mız olubdur 31. B-miz olubdur 44. S-miz olacaq elə 30 onluqda olduğuna görə. İndi bunu müqayisə eləsək, ən kiçik burada bax, A deyir, bax bu heç bu deyir də bərabər olan yoxdur. A kiçikdir B-dən, düzdür. B də kiçikdir C-dən, səhvdir, yox. Buradan böyük B-dir. Bax, C kiçikdir A-dan, aha. C kiçikdir A-dan, aha, düzdür, 30 kiçikdir. A da kiçikdir nədən? B-dən. Diqqət eləsən, düzgün cavab B var. Bu da elə çətin sual deyil. Bu 10-cu sual. Yenə bax, bu 10-cu sual düşməsi gözlənilən sual tiplərindən biri idi. Biz, yəni, belə deyək, keçən ilin birinci şansında düşmüşdü ki, formalarla işləmək üçün hansı görünüş rejimlərindən istifadə olunur. İndi də düşüb ki, hesabatlarla işləmək üçün hansı görünüş rejimlərindən istifadə olunur. Hesabat ən yadda qalanıdır bunların içində. Deməli, gəlin baxaq. Baxası olsaq əgər biz görərik ki, hesabatlarla işləmək üçün nəzərdə tutulmuş görünüş rejimi hansıdır? Bax, report view, print view, layout view, design view. Formada forma view, layout view, design view, datasheet view, pivot table, pivot chart. Cədvəldə deyilən qaydada buydu. Bir də sorğularla da var idi əlbəttə ki. Yəni demək istəyirəm ki, bax, burada hesabat deyirsə, hesabat yekun nəticədir də, print preview-nu götürdünüzmü? Nə aldı? Forma view, forma. Reportu götürdünüzmü? Nə aldı? 2, 5, düzdürmü? 2, 5, bir də gələcək nə? Layout view-də, əlbəttə ki. Bunları yadda saxlamaq çox rahat və çox yadda qalandır. Bu qaydada 2, 5, 7 düzgün cavabımız olacaqdır. Yenə deyirəm, keçən ildə düşmüşdü ki, formalarla işləmək üçün hansıdır? 11-ci sual deyir, uyğunluğu müəyyən edin. Bax, dəfələrlə demişik ki, Bado yazılan sosial şəbəkədir, Badu yazılan axtarış sistemidir. Birə gəlir Y. Bado yazılan nədir? Bəs sosial şəbəkədir. ICQ da chat xidmətidir, internet xidmətidir. WhatsApp-ın elə bir köhnə versiyasıdır. 3-ə də gələcək ya. 1-ə Y, 2-yə B, 3-ə A. Düzgün cavab burada nə olacaq? D variantı. Deməli, 12-ci sual deyir, lent tabları və bu tabların icrası mümkün olan əməliyyatlara uyğunluğunu müəyyən edin. Başlayaq insertdən nə eləyə bilərik? Insertdə sətirlərin nömrələnməsi layoutdadır. Bax, biz Word-ü açsaq görərik ki, sətirlərin nömrələnməsi hardadır? Fikir versək, layoutdadır, line number əmri. Ümumiyyətlə, səhifələrin nömrələnməsi insertdən header footer qrupundan page number əmridir. Sətirlərin nömrələnməsi page setup qrupu, layoutdan page setup qrupundan line number əmridir. Sənədin abzaslarının sətirlərinin nömrələnməsi desə də yenə eyni qaydada layoutdan page setup qrupudur. Yəni line. Amma abzasların nömrələnməsi desə tək, onda home tabından paragrafdan bax bu əmrimizdir. Deməli, bu deyil.
Mətn sözlərinin sətirdən sətrə keçirilməsi də layoutdadır. Hyphenation əmri. Bax, buradadır, bax. Fikir versiniz. Deməli, bu da deyil. Markerlənmiş siyahının təyini. Markerlənmiş siyahının təyini bu paraqrafdadır da, home tabındadır. Səhifələrin nömrələnməsi bəli, indicə göstərdim ki, insert tədbirə gəlirdi. 2-yə baxası olsaq 2 nədir? Layout. Layoutdan biz indicə dedik ki, sətirləri nömrələdik, bir də hecaladıq. Sətirdən sətrə keçilib, bir də sətirləri nömrələdik. 2-yə gələcək A ilə B. Deməli, markerlənmiş siyah indicə dedik ki, home tabında bax bu əmrimizdir. Bullets yazılan bax. Bura niyə daxil oldu? Bax burada. Home tabında bullets əmridir. Bax, bu markerlənmiş siyah. O paragraf qrupunda. Deməli, nədir? 3-ə də gələcək C. Bir də mətnin formatının tənzimlənməsi. Deməli, 3-ə nə götürmüşəm mən? C. Mətnin formatının tənzimlənməsi də home tabındadır. Mətnə formatlaşdırma, redaktör işləri oradadır da elə. Deməli, e, baxsaq C-Y. 1-ə D, 2-yə AB, 3-ə C. Yəni düzgün cavab Y variantıdır. Gələk bu məsələyə. Açıq bu məsələnin düşməsi, yəni belə deyək də, bu Word ilə bağlı olan cədvəl məsələsinin düşməsi də aydın məsələ idi ki, düşəcək istifadə olunma, yəni bu sualın düşməsinin ehtimalı çox idi. Baxın, bu məsələnin həllində biz nə etməliyik? Deyir, 6 sətr 4 sütundan olan cədvəlin xanaları üzrə aşağıdakı ardıcıl əməliyyatlar yerinə yetirilir. Bunu sizə 2 cür həllini göstərəcəm. 6 sətr 4 sütun deyirsə, burada əlbəttə ki, 24 dənə xana var. Və cədvəlin ikinci sətri, həmişə biz dərs keçəndə deyirdik ki, bir sətirdə olan xana sayı həmişə sütun sayına bərabərdir. Bax, burada 4 sütun varsa, deməli, bir sətirdə 4 xana var. İkinci sətr seçilibsə, 4 dənə xana seçilir. Və mərkəz, yəni seçilmiş xanalar birləşdirir. Həmin onda 24-dən o 4 dənə xananı çıxıram. Niyə? Çünki o yoxa çıxır. Onun yerinə mərkəz birləşdirir də o xanaları. Bir yekə xana gəlir. Eləyər 21. Bunu yazdıq. Sonra cədvəlin 4-cü sətri aşağıdakı əməkləri icra edir. Burada bunu yazanda bir balaca bunun qabağına qalçıqasını götürüb qoymuşam. Amma qəbula qalçıqasının olan düşüb. Ona görə mən də qalçıqasını elə özüm yazdım burada. Bunu davam edir ikinci sətr. Cədvəlin 4-cü sətri seçilir və aşağıdakı əməliyyatlar icra. Yəni deməli 4 dənə sütun seçilir. Avtomatik 21-dən yenə 4-ü çıx 17 düşdü. Onun yerinə 2 sütun 1 sətr. Yəni sütun sayını sətr sayına vursaq xana gəlmələ gəlir də. Deməli onda 2 dənə xana gəlir də, eləyər 19. Kursor 3-cü sətrin son xanasına yerləşdirilir və insert column right. Right sağ deməkdir, column sütun deməkdir. 3-cü sətrin son xanasına yerləşdirilir, right, column right vursaq, biz ora bir sütun əlavə edərik. Bir sütunda da 6 dənə xana olacaq. Aşağı düşür axı, göstərəcəm. Üstə gəlinsin 6. Eləyəcək 25. Sonra deyir ki, sonuncu sətr seçilir və klaviaturadan delete düyməsi salır. Delete düyməsi sətr və yaxud sütunun içərisindəki informasiyanı silir. Sətr və yaxud sütunun içərisindəki informasiyanı silir. Sətr və sütunun özünü silmək üçün ora backspace yazmalı idi. O da sizi yanıltmaq üçün delete yazıb, elə ona görə 25-in özü olur. Heç vaxt sətr sütun sayını delete ilə sən silənmə, sətr sütunu sən delete ilə silənməzsən. Onun içərisində yazılanı silərsən. Yəni sətr sütun silinmir, eləyir 25-in özü. Düzgün cavabımız burada nə olur elə? Y variantı. İndi gəlin bir dənə bura baxın. Deyir ki, 6 sətr 4 sütun. Bax, gəldim buradan əlavə elədim. Insert table-dan 6 sətr 4 sütun. Aha, əlavə etdik. Sonra deyir, nə deyir? Deyir ki, cədvəlin ikinci sətri seçilir, mərcə səmri icra olunur. İkinci sətrə fikir versək, dediyim kimi sütun sayı sətr sayına, sütun sayı bir sətrdə olan xana sayına bərabərdir. İndi bura bax. Baba, bununla ayıran mərcə eləyirəm. Birləşdirirəm. Diqqət eləsəz 4 dənəsi getdi, yerinə böyük bir xana gəldi. Cədvəlin 4-cü sətri seçilir və aşağıdakı əməliyyatlar icra olunur. 2 sütun, 1 sətr. 4-cü sətr, bax, 1, 2, 3, 4, buradır. Bax, fikir ver. Və nə olur? Split chess 2, 1 bu formaya gəlir.
Yəni indi burada mən bayaq əgər qalstıqları götürsəm burada hər bir xananın daxili ki sütun bir sətr. Yəni hər bir xana iki xanaya bölünür. Amma qalstıqları qoysam sadəcə mövcud sətr iki dənə xanaya bölünəcək. Fikir verdinizmi? Bax 1, 2, 4. Sonra nə deyir? Bax deyir ki, dördüncüdə, üçüncü üzr istəyirəm. Insert column right. Yəni üçüncü sətrin sonuna kursor gətirilir. Üçüncü sətr buradır da. Bax, bax, bax. 1, 2, 3. Bax, bax, bura gətirilir. Insert column right. Yəni sütun əlavə olunur. Sağa doğru. 6 dənə xana eləyir o da əlavə eləyəndə aşağı sətr üzrə olduğuna görə. Sonra dördüncü sətr seçilir. Delete düyməsi. Əgər bax dördüncü sətr bax 1, 2, 3, 4. Bura düzdür. Bax bu dördüncü sətri seçibsən delete silsən, onun içindəkini silərsən. İçərisinə yazılmışı. Bax, nəsə yazıbsan. Bax, bunu seçib siləsi olsan. Bax, belə. Onun içindəki. Amma backspace vursa sətri birbaşa silərsən. Onun üçün indi bunu da saysaz görərsiniz ki, 25-dir. Bu qaydadır. Yaxud elə orada çəkib də yaza bilərsiniz. Amma bunu başa düşə bilsiniz, ən gözəli bax bu yazılışdır. Kompüter informasiyanı daxil edən qurğular. Kompüter informasiyanı daxil edən qurğular. Bilirsiniz ki, streamer yaddaş qursudur. Mouse daxil etmədir, klaviatura da modem giriş-çıxış deyən iki funksiyalıdır. Daxil etmə, xaric etmədir, o getdi. B variantında skaner girişdir, digitizer girişdir, yəni daxil edəndir. Webcam ilə daxil edən, Twitter daxil edən, elə budur. C-də səs kalınması pozur, xaric edən. D-də kontrollerlə video adapter pozur. Klaviatura, plotter, mouse, mikrofon, plotter pozur buradadır. Əməliyyat sistemi ilə birlikdə quraşdırılan standart proqramları seçin. Baxın, əməliyyat sistemi ilə Edge proqramı quraşdırılır. Windows 11-in standart proqramlarından biridir. Məsələ budur. Outlook Office-in pərt Edge browserdir. Edge browserdir. Windows 11-in browserdir. Karakter map simvollar xəritəsi Windows Administrative Tools-un içərisindədir. Windows Tools-un içərisindədir. Bu da standart. Internet Explorer belə deyək də bir növ biz başa düşək ki, bu da var. Internet Explorer da var. Disk Clean Up bu da var. Utilitdir. Bir də Voice Access. Bax, Voice budur bax. Bu səslə bağlı olan bir şeydir. Bu da standart proqramdır. 1, 4, 5, 6 düzgün cavab B variantı. Yadımızda qalsın. Aha. Davam edək. Deməli, Google Chrome-da sonradan yüklənir. Əməliyyat sistemi deyil. Bax, demişik ki, Netware əməliyyat sistemidir. Novel Netware şəbəkə əməliyyat sistemidir. Bu getdimi? Bax, biz Linux-u həm əməliyyat sistemi, həm şəbəkə əməliyyat sistemi kimi istifadə edə bilərik. Ona görə deyənmərik ki, əməliyyat sistemi deyil. Oracle VBS-dir. Bax, bunu götürərik. Əməliyyat sistemi deyil. Microsoft Office inteqrallaşdırılmış paketdir. Budur. 1, 4, 5. Sonra Windows əməliyyat sistemi, Norton Commander örtükdür. Eclipse-dəki instrumental. 1, 4, 5. Necə deyirəm? 1, 4, 5. 7, 8. 1, 4, 5. Necə deyirəm? Norton Commander əməliyyat sistemi bircə deyilən 1, 4, 5. Bu Norton Commander əməliyyat sistemi ki 1, 4, 5 Eclipse bu da əməliyyat sistemi. 1, 4, 5, 8-dir burada cavab. Norton Commander örtük kimi istifadə olunur da onun əməliyyat sistemində tərkibindədir. Ona görə bunu da götürməyik. Deməli, davam edək. Deməli, bizə deyək, hə. Bir dəqiqə, 4, 5. Burada bu, bircə dəqiqə. Netware-ni əməliyyat sistemi kimi götürür. Novel Netware-ni şəbəkə əməliyyat sistemi kimi. Norton Commander Eclipse 4, 5, 4, 5, aha, 7. Yox, əstəğfurullah. Bu sualda birincini götürmürük. Onu da şəbəkə əməliyyat sistemi kimi götürür deyə. Əməliyyat sistemi də o da əməliyyat sistemidir. 4, 5, 8, 7, 8, 4, 5, 7, 8, 7, 4, 5, 7, 8. 17-ci sual. Əmtəə barədə 4 sahədən ibarət olan dəftərxana malı verilənlər bazası cədvəlində 40 adlı əmtəə barədə daxil edilmişdir. Deməli, ad sahəsinin ilkin açarı kimi təyin edildiyi nəzərə alaraq
Cədvəldəki yazıların sayını tayin. 40 adlı, yəni 40 dənə məlumat daxil olur. 40 dənə məlumat elə 40 dənə sətrə daxil olur da. Yazıda sətirdir. Düzgün cavab A-dır burada. Yenə deyirəm, 4 sahə deyirsə, belə deyək də, 4 ad, tədarükçü miqdar, qiymət. Həmin o da 40 də elə bil ad olubdur. Tədarükçü olub, miqdar olub, qiymət olubdur. O da bir növ 40 dənə sətrə məlumatlar daxil olur da, 40 dənə şəxsi məlumatlar daxil olur da, 40 sətrə daxil olduğuna görə elə A-nın özüdür. Yazıların sayı, yəni elə 40 dənə sətr lazımdır. Buna diqqət edin. Deməli, 18-ci sual deyir, hansı düymələr kombinasiyası nə edir? Sənədi sonuncu redaktda aparılmış yerə mövqeyini qaytarır. Biz öyrənmişik ki, Shift kısa yollardan danışanda demişik ki, Shift iki halda seçim eləmirdi. Deyirdik bir Shift alt yuxarı oxdur, bir də Shift alt aşağı oxdur. Bu abzasların yerini dəyişirdi. Seçilmiş abzası bir abzas yuxarı dəyişən Shift alt aşağı oxuyur. Yuxarı aşağı dəyişən Shift alt aşağı oxuydu. Yuxarı dəyişən Shift alt yuxarı oxuydu abzasın yerini. Bir də Shift F5 var idi. Sonuncu redaktda olunmuş yerə bax biz Shift F5 ilə keçirik. Alt F4 aktiv pəncərəni bağlamaq üçün. Alt F4. Yadımızda qalsın. Sonra Ctrl F5. Ctrl F5 burada istifadə olunmur. Alt F4 dedi. Shift F9 Word-də istifadə olunur. Belə deyək də sözün sinonimi tapırdı. Buydu. Daha doğrusu F9 deyildi, o F7 idi. Shift F7 bu da F7 budur, Shift F7 budur. Yəni elə düzgün cavabımız Shift F5-dir. Elektron cədvəldə B7 xanasına daxil edilmiş funksiyanın qiymətini müəyyən edin. Gəlin bu funksiyamızı hesablayaq. Görək nə edərik biz. Bir dənə bunu kəsək götürək, səliqəli. Aha. Deməli bizdən nə istəyir? Hansı xananın qiymətini istəyir? Bir dənə də ona baxaq. B7 xanasına daxil edilmiş. B7 xanası buradır. Bax, bunu hesablamaq lazımdır. Deməli, ümumiyyətlə, bax, bunların qabağında biz diqqət eləsək, bərabərlik işarəsi olmasaydı bu funksiyaların qabağında biz hesablama aparanmazdıq. Deməli, yazıb, bax, count-a B2, C5. Biz öyrənmişik ki, count-a bütün dolu xanalar sayır. B2, C5 diapazonu. Bax, buradır. B2, C5 diapazonunda bütün dolu xanalar sayası olsaq, 1, 2, 3, 4, 5, 6, 7 dənə də. Bura eləyir 7. Dolu xanalar sayır. Sonra ABS B4. B4 xanasına dırnaqlı ifadə yazılıbdır. Bu da bizə xəta verir. Məsələ budur. Yəni sən ABS bir növ necə demək, ancaq rəqəmlərlə işdir. Bu bizə xəta verir, value xətası verir. Səhvdir ona görə. Yəni bunu çi dolu olduğuna görə mən onu sayda saydım. Xəta verdi bu xəta. Sonra bax buna baxası olsaq B2 C6-nı hesablamaq üçün buna indi average-ə baxaq. Average B2 C5 diapazonu. B2 C5 diapazonunda B2 C5 diapazonunda dədə 4 tapırıq. 4 üstə gələ 2, üstə gəlsin dırnaqda 5. Dırnaqdakını nəzərə almırıq. Belə deyək də, bir də bu xəta olduğuna görə burada bax bu. Bunu da hesablamırıq. Bu da bizə xəta verir. Çünki funksiyada bu xəta olursa, Excel-də, yəni sən hesablama aparırsansa, xəta varsa bu da xəta verir. Hesablama getmir funksiyanın daxilində. Məsələ bax budur. Deməli, bax, onda biz hesablamamızı aparası olsaq, bu da xətadır, bu da xətadır. Düzdürmü? Count B2 C6. B2 C6 diapazonundakı rəqəmlər saysaq 1, 2, 3, bu 7 ilə də 4. Düzgün cavabımız olan nə? A variantı. Məsələ budur. Bu belə getdi. 19-cu sualımız da getdi nə? A variantı. Deməli, doğru mülahizəni müəyyən edin. Vektor təsvirlər raster təsvirlərə ixrac etmək olmur. Niyə? Raster vektora ixrac eləmək çətin olur. Onun üçün də vektorizatorlardan istifadə olunur.
Fraktal təsvirlərin yaradılması rəsmlərin natural şəkildə çəkilməsinə əsaslanmırdı. Bir. Fiqurların bir-birinə generasiya eləməsi, yəni fiqurlar bir-birinin kəskin oxşarı olurdu. Bax, doğru mülahizə C variantıdır. Deyir, vektor təsvirlərdə realizm ənənələri özündə doğru tutmur. Bəli, ona görə də vektor təsvirlərdə bir növ təsvirin hazırlanmasında, təsvirin emalında isə raster təsvirlərdən istifadə olunur. D də düzdür. Piksellər fiziki ölçüsü çox kiçik olmasına baxmayaraq onlara ayrıca obyekt üçün baxıla bilər. Bəli, bu da düzdür. Üzr istəyirəm, yəni səhvdir. Düzgün cavab burada C variantıdır. Ən yaxşısı, ən belə deyək də düz olan. 21-ci sualımıza baxası olsaq. Görək nə istəyirik. Deməli, deyir, hər səhifəsində 32 sətr, 32 küsündə 5-dir. Hər sətrində 64 simvol olan, 64 küsündə 6-dır. Sənəd 32 kilobayt informasiya malikdir. 32 kilobayt həcmi var. 32 kilobayt həcmi var. Sənədin hər bir səhifəsi müəyyən proqramda qrafik təsvir çevrilmişdir. Sənədin hər bir səhifəsi müəyyən proqramla qrafik təsvirə çevrilmişdir. Aha. Hər bir təsvirin eyni informasiya həcmi və xüsusiyyətlərə malikdir. Alınmış qrafik təsvirin informasiya həcmi 1 megabayt və hər birinin də hissədən ibarət olduğunu bilən rənglər palitrasında ən çox neçə müxtəlif rəng ola biləcəyini müəyyən etməliyik. Deyir ki, bax, hər səhifəsində 32 sətr var, düzdür? Hər səhifədə nə var? 32 sətr yazdıq. Hər sətirdə də 64 simvol olan sənəd 32 kilobayt informasiya həcmə malikdir. Sənədin hər bir səhifəsi müəyyən proqramla qrafik təsvirə çevrilmişdir. Aha. Hər bir təsvir isə eyni informasiya həcminə xüsusiyyətə malikdir. Gəlin buradan biz 2 üstü 5-i vuraq, 2 üstündə 6-ya vuraq səhifə sayına, yəni 2-sa. Bəli, vuraq heç nə verilmədiyinə görə ölçü var. Bir simvolu ASCII-də götürək baytla 1-ə vuraq. 32 kilobaytı da bayta çevirək, 32-ni vuraq 2 üstündə 5-ə. Üzr istəyirəm onu. Deməli, buradan gəlin ikisi tapaq. İkisi buradan tapası olsaq biz, 32 2 üstü 5-dir. Onda 2 üstü ona da vuranda 2 üstü 15 yazarıq bir dəfəlik. Bu da 2 üstündə 11-dir. Düzdürmü? Böləndə. Düşər 2 üstü 4, yəni 16. İndi, indi deyir sənədin hər bir səhifəsi müəyyən proqramla qrafik təsvirə çevrilmişdir. Hər bir təsvir eyni informasiya həcmi və xüsusiyyətə malikdir. Alınmış qrafik təsvirin informasiya həcmi budur. Deməli, sən səhifə sayında tapdın ki, 16 səhifədə hər bir səhifəsi çevrilib daxil. 16-nı vurarsan indi 256 2 üstündə 8-dir. Vurulsun 512 2 üstündə 9-dur. Bərabərdir. Bu 1 megabaytı da belə deyək də, bir də vuraq burada n var da. Düsturumuz h bərabərdir. A vuraq B vuraq n-də axı. N burada bir rəngin yaddaşda tutduğu yerdir. Deməli, yəni dərinlikdir. Bu da nəyə bərabərdir həcmi? 1 megabayta. Megabaytı da vuraq çevirək 2 üstündə 23-ə. Bitə çevirək də. Həmişə qrafik informasiya həcmi bitrən hesablayırdıq. İndi buradan n-i tapası olsaq əgər biz, deməli 16 2 üstü 4-dür. 8-ə vursaq 2 üstündə 12, 9 burada neçə eləyəcək? Deməli 2 üstü 4, 2 üstü 8, 2 üstü 12, 2 üstü 21. N vuraq 2 üstündə 21 bərabərdir 2 üstündə 23-ə. N də bərabərdir 2-nin kvadratı, yəni 4-ə. İndi sən dərinlik 4 tapırsan. Deyir, ən çox neçə müxtəlif rəng ola biləcəyini. Rənglərin ümumi sayını istəyirsənsə, aldığın cavabı 2-nin qüvvətində yazarsan, eləyər 16. Düzgün cavabımız budur. Bax, bu 16. Bu da belə getdi. Sonra, bax bu sual köhnədən istifadə olunmuş formadır. Bax bu 22-ci sual köhnədən istifadə olunub. Bu sualı işləmişik. Deyir, dizayn lent tabının təyinatına aid olmayan. Dizayn dedik, yəni PowerPoint-də dizayn lent tabının gördüyü işə aid olmayanı müəyyən edin. Slaytların ölçüsünü təyin etmək buradan mümkündür. Gələrsiz bura dizayna. Dizaynın daxilinə slide size-dan, custom slide size-dan slaydımızın ölçüsünü təyin eləyə bilərsiniz. Enini və hündürlüyünü. Deməli, bu mümkündür. Aiddir. Slaytlara tətbiq olmuş vaxtları silmək. Burada elə bir şey yoxdur. Vaxtla bağlı işlər indi transitiondan, slayda ola bilər keçid effektinə təyin olmuş vaxtla deyirsə transitiondan silmək olar məsələn. Sonra slaytlara hərəkət effekti vermək, bu da transition tabındadır. Slaydın göstərilmə tipini tənzimləmək.
Bunu da slide show'dan təyin edərsən necə nümayiş. Slide nömrələnməsinin başlama sırasını aha. Bax buradan seçərsən. Yəni biz bunu cavaba götürmürük. Hələ ki 2-dir, aid olmayan dediyinə görə. 3-dür, 4-dür. Bunları götürə bilərik. Aha, 2, 3-ü, 4-ü götürə bilərik. Slide nömrələnməsini amma buradan təyin eləmək olar. Bax gələrsiniz buradan. Slide size-dan, custom slide size-dan birinci səhifə nömrəsini təyin edərsiniz. Dəfələrlə demiş ki, slide-ın nömrələnməsi insert tabındadır, amma slide-ın birinci səviyyəsinin nömrəsinin təyin olunması dizayndadır. Deməli, bunu səhv olduğuna görə, yəni bu bizdən səhv istədiyinə görə bunu götürmürük. Slide-ın təqdimatındakı səmtini müəyyən etmək də olar. Təqdimatın slaytları hazır şablon mövzular tədbir etmək də olar. Temalar. Nümayiş zamanı adi obyekti ekranda gizlətmək bu olmaz. Bax, elə bir şey oradan yoxdur. Deməli, bax, düzgün cavabımız 2, 3, 4, bir də nə oldu? 8. Desktopda üzərində yerləşən sistem qovluqlarını seçin. Yəni, deyir, iş masasının üzərində yerləşən bizim sistem qovluqlarımız hansılardır? Baxsaq əgər, bax Zis PC-dir. Fayl və qovluqlarımıza baxmaq üçün. Network-dür, şəbəkə ilə bağlı iş görür. Recycle bin-dir, silinənləri sarı. User files istifadəçiyə məxsus verilənləri saxlayır. Control paneldir, kompüterimizdə sazlamanı həyata keçirir. Hətta bir sistem qovluğumuz var ki, iş masasının üzərində yerləşmir, o da libraries. Deməli, biri 1-dir, biri 4-dür, biri də 5-dir. Düzgün cavabımız. 24-cü sual. Printerlə bağlı 23 səhifəlik sənəddə. Amma diqqət elə, çox tələbə bunu səhv yazmışdı. Dəfələrlə deməyimizə baxmayaraq. 23 səhifəlik sənəd çapa verilərkən bu formada çapa gedir. Deyir 21-27-ni də yazıb ha burada. Ona görə biz bunu 21-27 fikirləşmirik. 23 səhifəlik sənəddə niyə 21-27 yazsın? 21-23 fikirləşirik. Deməli, biz print məsələsini həll eləyəndə deyirik ki, birinci bura baxırıq, ikinci bura baxırdıq. Əslində aşağı baxırdıq, olmadığına görə bura baxırıq, sonra da indi bura baxacağıq. Aha, baxırıq ki, cüt səhifələr çapa gedibdir, düzdürmü? Deməli, indi 4-7 aralığında cütlər 4, 6-dır. 13 təkdir. 21-23 aralığında yenə deyirəm 27 ilə işimiz yoxdur. Çünki 23 səhifəli sənəd. Səni aldatmaq üçün yazılır ora. 22-dir. Bir də neçədir? 21-23 aralığında. Elə 22-dir. 3 dənə. İndi 3-ü 2-yə böldünüz. Neçə düşəcək? 200-lü çatdı da. 1,5 2 götürdünüz. 2 dəfə 6 da neçə elədi? 12. 25-ci sual xətalarla bağlı olan sualdır. Bax, A4-də 5 yazılıb, B7-yə 0 yazılıb. İndi A4-də B7-yə bölsək, biz 5-i bölərik elə bir 0-a. Bu da bizə div xətası verir. Div 0-a bölüm, ona görə 1-ə gələr C. Xanaya daxil edilmiş ədədin uzunluğu xanaya yerləşməsə, DS xətasını verər. 2-yə gələr A. Bax, A4 5-dir, B7 AB-dir. Bu olduqda deyir, bunu toplayarsansa, onda sən mətn tipli ifadə ilə ədəd tipli ifadə arasında elə bir hesablama aparsan, o da value xətası verər bizə. 3-ə də gələr B. Qurtardı getdi. Ümumilikdə götürdükdə suallar asan idi. Yəni normal qaydada oxuyan tələbə 20 plus yaza bilərdi. Yəni çətin düşməmişdi. Həqiqətən çətin düşməmişdi o qədər. Bu qaydada.